Xüsusi sponsorlar Bizon, Giper Gips məhsulları, Evin Az, Slippers uşaq bezləri, sponsor Chico günə baxan tumları. İçindeki gücü oyat. Daim hərəkətdə ol. Bizon, güc məndədir. Mükemmel təmir sizin də haqqınızdır. Giper Gips məhsulları. Çatlamayan və möhkəm səthlər əldə etmək üçün Giper Astar. Hamar və beyaz səthlər əldə etmək üçün Giper üzlük. Astarınız möhkəm, üzünüz ağ olsun. Evin Az mənzillərin inşası ilə yanaşı, həm də onların 24 aya qədər kreditlə təmirini həyata keçirdir. Bununla bərabər Evin Az'a daxil olmaqla ölkənin dörd bir yanından istənilən mənzili seçib onu əldə edə bilərsiniz. Evin Az, rahatlıq və keyfiyyətin ünvanı. Nərgiz, mətbəxdə uşaq su içir. Qoy içsin. Əynindəki yaxşı bezdir, çox obturur. Slippers uşaq bezi o qədər çox maye hopturur ki, körpənizin dərisini 12 saatədək quru saxlayır. Slippers, çox hopturan uşaq bezi. Ləzzətin adı dəyişməz dadı. Qara yıldırım Chico tumları. Dostlarla görüşəndə, sevgini bölüşəndə. Qara yıldırım Chico tumları. Hər mövsümdə, hər an səninlə. Qara yıldırım Chico tumları. Bir yer bulalım. Fəli, Hə, qurban. bilirsən nə istəyirəm? İstəyirəm bir dənə qızıl balıq tutum, ona bütün arzularımı danışım, o da həyata keçirsin. Hə, səndən böyük arzum mən idim, o da həyata keçib də. Sənin başqa nə arzun olacaq? İstanbulda bir dənə qəşəng ev istəyirəm alım, sonra da gəlim Bakıdan bir dənə yaxşı ev tapım alım özümə. Hə, onun üçün qızıl balığa ehtiyac yoxdur. Gedirsən Evinazın Bakıdakı, İstanbuldakı ofisinə həll eləyirlər. Yox, əgər vaxtın yoxdursa, girirsən evin.az saytına, oradan seçib həll eləyirsən. Arzularını da yerinə yetir. Belə rahat. Hə, olmadı ki. Bir yer bulalım. Hanımlar ve canımlar, karşılayın show biznesin patronu Felaket. Eşq olsun mənim əziz sadiq tamaşaçılarım. Nətərsiz, nağaysız. Bu veriliş elə verilişdir ki, o əsəbi adamları sakitləşdirmək üçün dərman verirlər. Xeyir eləmir ha. Bax, onlar bu verilişə baxır, o saat sakitləşir. Bu veriliş elə verilişdir ki, uşaqlara balaca vaxtda 3 şeyə öyrədirlər. Yalan danışma, yerə zibil atma. Bir də fəlakətin verilişinə mütləq bax ha. Bax, həmin veriliş başladı. Hə, bugünkü qonağım elə bir adamdır ki, düşməninə kobra, dostuna zəhərsiz koramaldır. Bugün kobra kimi sancacaqsınız fəlakəti. Fəlakəti elə sancılan ki, sancılanacaqdır. Bugünkü qonağım elə qonaqdır ki, onun köynəyi xoşuna gəlib eynisini ala bilərsən. Amma onun kəmərindən heç vaxt ala bilməzsən. Söz döyüşündə fəlakətə uduzsanız, kəməri fəlakətə verəcəksiniz. Söz döyüşündə udursam, fəlakətin boynuna taxacam kəməri. Qonağım elə adamdır ki, o deyirləri, bu cəmaatın uşağı dünyada ad qoyub, iz qoyub. Bax, həmin adamlardandır. Bugün yoldaşlıq görüşü olacaq, yoxsa çempionat? Reyting döyüşü olacaq bugün. Peşəkar kickboxing üzrə 6 qat dünya çempionu, əməkdar idman ustası, kobra kimi tanınan Pərviz! Adımı çağırıb döyüşə gedirəm mən, görüşərik. Abdullayev qarşılayın!
Xoşuma gəlmədi. Ayağı sal aşağı. Xoşuma gəlmədi. Sal ayağı aşağı. Gücün çatır yer götür. Mənim verişimdəsən, sal ayağı aşağı. Sağ ol la. Sal ayağı aşağı. Salmıram. Rematizma zat tutar, sal ayağı aşağı. Qurum, sana görə deyirəm. Ayağım zədəldi ona görə. Biraz yaxın otur, qorxma. Özü yaxın hissələ, gəl yaxına. Doğrudan gəlim yaxına. Gəl, narahat olma. Gəl, ay sağ ol. Nə dərsən, Cobra Pərviz. Ayağımı qaldırım. Yox, belə yaxşıdır, qurban olum. Özü çox şey yaxın hiss eləmə. Belə yaxşıdır. Yox, ağrıyır ona görə. Ağrıyır. Bu gün çox ağrıyassan, sən darıxma. Hələ ağrıyan yerlərin var sənin, qurban olum. Xoş gəlmisən Bakıya. Xoş gördük, xoş gördük. Sən verişmə gəlmişəm, Bakıya yox. Mənim verişimə qonaqsan. Şəxsən sənə görə gəlmişəm. Gör nə qədər dəyərlisən sən. Sağ qurban. Zəng elətdirmədiyin adam qalmadı ha. Doğru deyirsən. Acundan tutmuş obursuna kimi. Elə bil ki, Instagramında orada var ki, sal əli aşağı, mən nə deyirəmsə denən oldu baş üstə, yaxşı? Sana bir söz deyim, sən 2 dəfə Survivor'da ola bilərsən, 6 qat dünya çempionu ola bilərsən, Acunun yanında hörmətli ola bilərsən, amma bu qaqam beyni çöndü, nə olacaq ki? 6 qat kuval. Bildiyin söhbəti. Bax, niyə Kobra Pərvizdə mənə maraqlıdır, niyə Kobra Pərviz? Niyə Kobra Pərviz? Yox, səndən də ölüm, deyəm deyil. Başqa adam tapan mədiz, qurban olum. Niyə Kobra Pərviz? Bu boyda qonaqlar var, gözləyir. Hamısı növbədədir. Niyə Kobra Pərviz, ay qardaş? Sən Allah bağışla, biraz əsəbləşdin. Doğrudan elə səndən soruşum, niyə Kobra Pərviz? Niyə Kabra Pərviz yox? Niyə Rəqqasə Pərviz yox, Kobra Pərviz? Göstərim də gəlir onu mən. Yox, mən bilməliyəm. Niyə Kobra Pərviz qoydun adı? Bilirsən necədir? Aha. Kobra kimi sancıram da belə, bərk özlə. Bir dənə zərbəm var mənim, o dəyəndə adama, elə bir ki, sənin saçların kimi qalxır saçların. Mən araşdırdım ki, bu niyə adın Kobra Pərviz qoyub? Bunun nə interesi var, nə marağı var? Sonra mənə dedilər ki, o vaxtı şalvarlarda remində kabra qoymuşlar ha. Ki onu ilk dəfə Azərbaycanda sən eləmisən. Hamı sana deyib, ay Kabra Pərviz, ay Kabra Pərviz. Demirsən elə kabra olunca kobra olur. 2007-ci ildə televiziya proqramının birində D8 yarışması oldu. Döyüşçü 8. 8 dənə ən yaxşı döyüşçünü seçdilər Azərbaycanda. Mən də onlardan biri idim. Biz bir-birimizdən döyüşəcəkdik. Kickboksda da belə bir şey var. Hər kəsdə bir ləqəb olurdu. İşte ona uyğun, ona xas ləqəb olur. Mənim də bir zərbəm var. O zərbə ilə mən demək olar 35 nokaut eləmişəm. Onun 20-si həmin zərbə ilə olubdu. Yəni bir risk belə vururam, yəni gözlənilməz şəkildə. Bir də baxsan ki, rəhmətə getmisən. Onda qoy elə beton pərviz, nə bilim divar pərviz, yeşil pərviz. Gözlənilməz anda gəlinən zərbədir. Kobra necədir məsələn? Kobra reski. Reski bir zərbədir. Ona görə kobra. Sən göstərimdə zərbədir. Yox, sən Allah göstərir. Yox, qurban olum. Hələ verilişlər var qabaqda. Qulaq asma, ay Pərviz Kobra müəllim. Axırıncı dəfə beynin çönüb kimi çiləmisən? Axırıncı dəfə döyüşdə çiləmişəm. Sonra belə həyatdır. Həyatda bir də görsən sözün düz gəlməyib, Nidar Zümeyniyə yaranır. Əgər mən kimsə siləsəm, bunda sənə oxşayacaqlar. Sal əlimi aşağı. Yox. Sənə axırıncı dəfə deyirəm. Getmisən o dəniz suyu görmüsən, biraz yumşalmısan, özü yaxşı apar. Duzludur axı orada su. Duzludur, yəni duzlu burada azaldacağam biraz. Duzlusan, maşallah yaxşısan. Ay Kobra Pərviz. De gəlsin. Acunla münasibət nətərdir? Bomba kimi. Bu nətərdir? Simişdir yoxsa pul xərcləyəndir? Nəyə var xərcləyir? Doğrudan sənə pul xərcləyir? Hə, nəyə var? Qaqanı eləyib milyoner. Milyoner, doğrudan imkan zat yaxşıdır. Məndən bərk yaxşı. Sən bir dəfəlik köçdün ora, qurban olum. Get gəldəyəm. Survivor'dan danışmaq istəyirəm. Maşallah doğrudan çox maraqlısan. Burada cəmaət çox baxıb. Atacak! Pərviz! İki isim de birbirlerine hamle yaptılar. Dengeler bozuldu. O kadar dışı Pərviz. Orada deyir, sən bu gizlin xımır Acun sana tapşırıb ki, burada nə söhbət olsa, nə tema olsa, gəl gizlin madənə, mən də sana xımır oradan çörəkdən zaddan verəcəm, yeyəcəm. Sən də deyir, belə işləyirmişsən, maşallah. Olub elə şeylər. Oxşatsan mən elə adama. Belə, oxşuyursan. Amma mənə işləyirdilər. Kim işləyirdi? Heç onu deyəm mənə bax. Amma sən də Acuna işləyirdin, qurban ol. Yox. Və deyirlər, sən oradan gizlin yeməklərdən zaddan yeyirmişsən, Orada yemək tapanməzsən axı. Nə qədər ac qalmısan orada, qurban ol? 2 ay nəyə var ac qalmışıq? Heç nə yeməlisən. 10 kilo vermişəm, 10 kilo. Ən çox nə qədər çəki vermisən? Nə mənada? Yəni azaltmısan çəkimi. Çəkimi, qaqan nə qədər də azalsa, vesi üzərində. Qurban olaraq. Başa düşdün? Bir dənə şey maraqlıdır. Orada Pərviz görmüşdüm. Bunu çəkmədən qurban olum, özümüz aramızda söhbət edirik. Hər şey girmə, qoy görək. Qəşəng qızlar vardı, görürdüm də. Xoşa gəlirdi. Yox, bildim. Zəng edeyim. Yox, sualıma cavab ver. Yox. Pərviz, bir dənə də şayə gəzirdi ki, güya sən bu Survivor'a getmək üçün bu medalları satmısan, eləmisən, evi satmısan burada, pul yığmısan, getmirsən. Var belə şey? Özləri çıxardı mənə. Heç nə yoxdur elə şey. Medallar evdədir, birini də verəcəm sənə. Doğrudan deyirsən. Əsaslan boynuna qəşəng yaraşacaq. Verilişdə bomba kimi görürsən. Mən söz deyim sən. Qoy elə bilsinlər ki, sən də çempion olmusan. Ala bir dənə bizon iç, sən mənə
ilişirsən, qaşınırsan. Qaqandan xəbərin yoxdur. Qaqan buradan idmançılar yola Yox, salır. qulaq as, bunu içərəm, döyərəm səni burada. Məni döyərsən? Sən məni kimdən dəyiş salmısan? Qaqan buradan Rafaellər yola salır. Hacılar yola salır. Görmüşəm, hacının qucağındaydın burada. Sən öl, sana bir söz deyim, çıxardaram zurnanı, bir dənə musiqi çalaram, çıxarsan belə kobra kimi. Beynimi çöndərmə mənim, ha. Mən konkret adamam. Uzatmağı da xoşlamıram, söhbəti hardansa hara gətirməyi də xoşlamıram. Promoyam. İndi sən də promoy deyəcəm. Hə, de gəlsən. Meyillisən. Döyməyə, hə. Başqa nəyə meyillisən? Elə bir şey yoxdur, baxır mənaya, baxır. Yüngül nəsə başqa meyilliyin yoxdur. Var. Var. Sənin haqqında bir hekayə var, ona görə birazdan söhbət edəcəm. Sən gördün biz ona da meyillisən, qurban olum. Onun üçün məşq edirəm. Doğrudan deyirsən? Hə, bunu denəndə sənə bir kaset bizon qaqandan hədiyyə, nətərdir? Əla. Gətir görüm, qurban olum. Pərviz, bizona bax, Pərviz. Bu bizona aparasan Survivor'a 4 ay ac qalasan, qurban olum. 4 ay, 5 ay ac qalasan, sağ qurban olum. Parkurlardan qabaq bu lazımdır. Hayır, bunu deyirəm, ağız ayrı, hara baxsan. Bunu deyirəm, hara baxsan sən? Sağ qurban olaram. Yazacağım əsl sezonda Survivor. Onu qoy Pərvizin maşınına qurban olum. Gözüm başqa yerdədir. Bye. Bye bye love. Bye bye happiness. Bye. Yandırdı qurban olum. Bir sən nətərdir, Pərviz, mən sana deyim. Mən verilişimdə sərtəm. Amma verilişdən sonra çıxaq gedək sana yeyib-içmək verim ağcabətdə. Ağcabətdə. Verilişdən başqa cürə. Çox sərt olma, qırlarsan. Qaqan qırar səni. Hə, genəlmə, Pərviz, sana deyirəm, genəlmə. Doğrudan Pərviz, bu Türkanla niyə aran dəydi? Taytuetsada oxumursan, qurban olum. Yox, dəyiş saldım, bağışda. O Pərvizlə dəyiş saldım, qoy bunu çıxardım. Eşitmişəm sənin nəsə bu klubun da var, kickbox klubu nəyəsə var. Cobra Kickbox klubu. Nədir, nə qarsınız orada? İlan saxlayırsınız, nə qarsınız? Yo, orada uşaqları hazırlaşdırıq da. Gələcəyə, maşallah. Yetişdiririk ki, gələcəkdə yaxşı belə güclü uşaqlar yetişdiririk. İdmançılar. Özün bəs bu idmanla nətəri aranı vurmusan, yoxsa məşğul? Yox, hələ məşq edirəm. Döyüşlərin var da? Var. Amma mən eşitmişəm ki, ay Kobra Pərviz müəllim, nəsə bu Türkiyədə yaman biznesə girişmisən, yaman. Dəhşət. Gələrsən yanıma. İmkanlarla. Qaqanın yanına gələrsən yaxşı olacaq. Bahalı maşınlardan. 100%. Paraları koy ve katla. Sıkıntı yok full gazı yasla. Akranalarda. Yox, akrana yoxdur. Yox dələ qurban. Yox, niyə? Sən nəyə akrana? Sənin arxanda bu boyda qaqandır. Gagam. Sənin arxanda bu boyda qaqandır. Mən açığı, bilsən nətər adamam, belə deməyimə baxma, ürəyim yufqadır. Məsəl üçün, baxıram kimsə kiminsə xətrinə dəyir, kimsə kimisə durduğu yerdə vurur, ürəyim ağrıyır da, başa düşdün? Mən də şeiriyyat adamıyam deyim. Bu barədə bir dənə şeir yazmışam. Hə, mən yazmışam. Sən də yazsan? Gəl onda birin qaqan desin, birin səndir. Bu şeirdə biraz da sən varsan söhbətdə. Sana demişəm axı, hər şeydə biraz sən varsın. Her şeyde biraz sen varsın. Məndəkində də sən varsan. Doğrudan deyirsən. Bəlkə arada görüşək eləyə qurban olum. Niyə? Çörək zad yeyəcək, nə mədə? İcadə versənsə o şeiri deyim, ay Pərviz. Deyim. Sən deyən sonra mən deyəcəm. Yaxşı. Onda biz onunla boğazımızı yaşlayaq, yavaş-yavaş başlayaq. Ver şeiri ver, görüm qurban olum. Ver şeiri ver. Küləklər şəhəri qurub, pulum yox, dost uzaq durub. Qaqaş, məni həyat vurub, adam məni niyə vursun? Bu dünyada nəfsim toxdur, qul haqqında gözüm yoxdur. Vurulmalı adam çoxdur, adam məni niyə vursun? Vurma məni, nə olar dayan, eləmərəm oyan buyan. Yumruğuna hörmət qoyan adam məni niyə vursun? Çox qəşəng. Özgəyəmmi, qırağammı, Pərviz üçün marağammı, zaksusqalıq arağammı, adam məni niyə vursun ay qardaş? Nə ölüyəm, nə diriyəm, ağlasam çətin kiriyəm, bir sümüyəm, bir dəriyəm, adam məni niyə vursun? Vurmağa yer yoxdur bəyəm. Vurma cədvəliyəm, nəyəm? Vurulmuş kimi bir şeyəm, adam məni niyə vursun? Adam məni niyə vursun? Vur ora qurban olum. Nətərdir? Özün haqqında nə gözəl min edəsən. Yox da nə doğdu da qardaş, nə doğdu? Çox gözəldir, çox. Yaxşıdır, xoşa gəldi. Mən də deyim birin. Sən də şeir yaza bilsən. Deyə biraz cırlaq gülməkdən, buyur. Sən mənim sevimli dostum Fəlisən.
Gah mehriban qəlbli, gah da dəlisən. İki seçimin var, seçim sənindir. Ya jim edəcəksən, ya döyülməlisən. Bu nədir? Hər kəsə bir söz atırsan. Deyirsən, gülürsən, risk yatırsan. Camaat qaz vurur, qazan doldurur. Sən isə verilişdə palçıq qatırsan. Mənə yardımsan. Xoşuma gəlmədi? Yox, yaxşıdır. Amma tutanmədim, sən məni təriflədin, yoxsa palçıq elədin, onu tutanmədim. İkisi bir yerdə. İkisi bir yerdə İkisi bir yerdə. Yaxşı, ona montajda baxaram. Yaxşı olsa verərəm, yaxşı olmasa kəsərəm. Ay Pərviz, indi sana 1 ton gipper hədiyyə eləyəcəm. Nə tərdir? 1 ton. Var, təmirin zadın var. Yox, maşallah bilirəm, hər yanda evzad almısan, rüquzad eləmirsən. Yəni özüm gətirim. %20'si də sənindir, 20% də sənə verəcəm. Bax, bu sənin hədiyyən Fortis qrupdan. Bax, bu 1 ton gipperdə Pərviz. Məndən sənə hədiyyə qurban olur. Görsən, əl öpənlərin çox olsun. Fortis qrup öpürəm, ver onu mənə, qoysunlar maşına. Survivor'da baxırdım maşallah. Orada oyunçular səni çox istəyirdi də. Bu sənin danışığından şakalaşıyordular. Sən də onlarla şakalaşıyordun. Orada deyir Azərbaycan sözləri öyrətmisən bu türk qardaşlarımıza. Ən çox hansını öyrətmişdi? Gələk kameranı bağlayaq. O nədir? Qulağıma da görüm nə demişdi? Nə deyirsən? Hə, yox onu öyrətmişdin. Hə, başa düşdüm. Sonra nə öyrətmisən? Efirdə demək olar. Nə öyrətmisən? Qaqa sözü. Qaqa nə var nə yox başına dönüm. Nə var nə yox nə tərsən qaqa başına dönüm. Ben seni sevenlere. Pərviz müəllim, orada mən gördüm ki, sənin arada beynin sönürdü, əsəbləşirdin. Pərviz! Yes! Pərviz! Terbiyesizlik yapma. Bir dakika. O deyimdə niyə? Ac qalırsan, gedən gündən acsan yəni. 2 ay ərzində heç bir yemək zad yemirdi. Ancaq udandan udana yemək yeyirsən. Yeyəndə də biraz yeyirsən, axşama yenə acsan. Ac olduğun zaman nə olur? Beyin sönür. Beyin sönəndə özünü idarə edə bilmirsən. Əgər idarə edə bilirsənsə, demək xarakter səndə yaxşıdır. Özünü tuta bilirsən, qoruyursan. 4 ay yox da. 4 ay yox da, amma 2 aydan sonra yavaş-yavaş biraz elə bir ərzaq zad verdilər bizə. Biz artırdılar ki, bu travmalar zadlar azalsın. Amma həmin vaxtlar çətin vaxtlar idi. Orada kimisə əsəbləşib döyüb eləmisən, vurmusan? Yox, dövmək olmamışdı, amma belə də kimsə məndən işi yox idi ki, onsuz orada. 6 qat dünya çempionu Pərviz Abdullayev zat belə. Qorxurdular da. Конечно, sən qorxduğun kimi. Səni ilan vursun, ilan vursun. Amma sən bilirsən Survivor'da məsələn ilanlar zadlar var idi, hər şey vardı. İlan tuturduq. Yerdin, qurban olub. İlanlar nazik olduğu üçün belə. Məsələn dadı olmazdı, onun bir şey olmazdı, amma həqiqətən də olsaydı yerdi. Nə olub xüsusi bir şey ki, onu burada yeməzsən, orada məcbur yemirsən? Valla mən balığı çiğ yemişəm. Orada qeyri-adi şey heç yox, nə yoxdur. pullu. Yox, başa düşdüm. Orada qeyri-adi heç nə yoxdur. Başqa. Sən zad yemisən, qurban olub. Yox, sən yemirəm. Qurbağa yemişəm. Qurbağa yemisən. Yeyə bilərsən. Yox, hiss olunur onun. Bayaq danışanda mən hiss elədim ki, sən 100% qurbağa yemisən. İran mənə ki Survivor'da hər şeyi yeyərsən. Sonra nə yemisən? Belə yemək olmaz. Bizdə ilbis deyirlər də, şeytan qabın içində olur. Ondan yığdıq bir 40 dənə. Belə yekəydi dəniz qırağında. Onu qaynatdıq bir 4 saat. Sonra qızartdıq, yedik. Interesli bir iyi gəlirdi amma. Acılığa görə onu bastıq, yedik. Ay Pərviz, sən bir dəfə Survivor'a qatıldın, sonra da ikinci dəfə qatıldın. Bu nətər oldu, qurban olum? Birinci dəfə qatılanda 2020-ci il idi, o karantina vaxtı idi. Yadıma yerdə mən Acuna yığdım ki, qurban olum, bu bizimkidir, bunu qabağa. Sən demişdin amma. Mən demişdim də, mən demişdim. Başqa adla dedim. Başqa adla dedim. Nəsə onda yaxşı göstərmişdim özümü. Tez çıxsam da, hər kəs məni sevmişdi, istər Türk, istər Azərbaycan cəmaatı. Ona görə də 2022-ci ildə All Star idi. Bu dəfə 10 ilin ən yaxşıları ulduzlar, yəni keçmişdən gəlmələr hamısı bütün ulduzlar idi və mən də onların içindəydim. Dedilər ki, Pərviz, sənin yerin buradadır, amma bir şərtlə səni bura götürürük ki, bu verilişdən çıxandan sonra fəlakətin verilişinə gedəsən. Sağ qurban olaram. Gör, işlərin bilirlər də. Bax, ona görə ancaq sənə vermək olar bu sualı da. Meymun çiçəyi nətər müalicə eləmək olar, qurban olaram? O çətin işdir. Yox, oralarda zaten yox idi. Var, bir-iki dənə ot vardı, prosta gətirməmişəm ondan sənə. Hə, bu mənə yaman ilişir, qurban olum. Bu mənə yaman ilişir. Yox, sən deyirsən meymun çiçəyi xəstə, mən deyirəm də asfaltı. Mən səni ağıllı oğlan kimi tanıyıram. Sən Nurjenli bu verilişdə baxmamısan ki, bu idmançıları mən nə hala, nə kökə salıb yola salmışam. Sən belə çox arxayın danışırsan. Ağıllı da ol. Hə, dur nağayla. Hə, buna bax. Hə, gəl görüm, gəl də gəl. Gəl görüm neçə quruq fırlana bilərsən. Hə, yox, hə, qaqa. Hə, vur səni verim polisə. Hə, vur mən. Sənin işin oldu, amma gəl bura get. Hə, buna bax. Hə, deyəm bir dəqiqə. Uşaqları yığın. Hə, ağıllı ol. Mənə deyirsən, hə, olaram. Sonra. Hə, bağışla. Get yerinə. Hə, oturaram. Ot yerinə. Sonra baş üstə. Hə, gördün səni sındırdım. Hə, buna bax, buna bax. Hə, fəlakət tanımır, hə, qaqan. Ot yerinə. Oturaram, ala. Oturdum, sonra. Sonra denən eləyim də, qaqa. Denən eləyim.
Qaqan söhbətin axırına kimi gedirəmişəm. Heç vaxt yeməmişəm mən heç kimin qabağına. Beynimi nətər söndərirək. Mən sana bir söz deyim, Pərviz. Bu verilişdən hər cür gedən qonaqlar olub. Palçıqlı qonaq gedib, əynində slipers olan qonaq gedib. Yəni, mən də hər ehtimala qonaqlara əvvəlcədən bu slipers uşaq bezlərini verirəm ki, çox opduram. Bəlkə indi ehtiyacı oldu, utandım ha demir. Başa düşdün? Sağ oradan 1000 dəyişimliyi verəcəm. Ehtiyacın olsa denən verişi saxlayaq, həll eləyək. Narahat olma. Gətir qurban olum, gətir. Özünü saxlaya bilirsən sən? Mən özümü niyə saxlamıram? Sən Allah özünü saxlaya bilirsən. Niyə saxlaya bilmirəm? Sözüm, qarnıma bir yumruq vursam ehtiyacın olacaq buna. Lənət şeytana, lənət şeytana. Sən bəlkə belə niyə geyinəsən mən sana. Gör mənim böyüklüyümə bax, sana keçirəm bu söhbəti. Elə bir eşitməmişəm. Yığın bunu Pərvizin maşınına. Sən mənə bir dənə şeyi başa sal görüm. Səni kim öyrədib bu verilişə göndərib ki, fəlakət müəllimdən belə danışa bilərsən? Rafael dedim ha. Rafael Ağayev. Rafael adam içinə çıxamır, onu palçıq eləmişəm. Rafael deyir ki, ehtiyatlı ol fəlakətdə. Mən özüm də sana deyirəm, məndən biraz ehtiyatlı ol. Biraz tonu da sal aşağı, qurban ol. Əsəbləşdin. Pərviz, yaxşı. Mən indi sənə yumşaq suallar verdim, indi tapşırıblar da sənin. Amma tamaşaçılarımız var ki, sana burada çoxlu suallar göndərib. Onları mən sana verməliyəm, qurban olum. De gəlsin. Hazırsan verim. Amma bundan sonra ağıllı ol, tamam. Mənə deyirsən? Zarafat eləmə. Səni verilişdən sonra aparacam Ağcabədiyə. Ağcabəddə. Bəlkə mən sana apardım Dominikana meşəliyə. Ora meşəliyə? Maşallah, gözəl insansan. İndi mən sənə tamaşaçı sualları verəcəm, ona cavab ver. Oldu? Birinci tamaşaçı sualı. Mərdimazar bir tamaşaçı yazır ki, məni vura bilərsən Pərviz? Yox. Yox. Deyir yox, qurban olum, qorxur. Ağzayrıq tamaşaçılarımızdan biri ayağını ayağının üstünə qoyaraq saqqız çeyniyə yazır ki, Qaqa, Kobra Pərviz, sən toya neçiyə gedirsən ilanla? İlanla? Hə. Bu rəqqasə Renka ilə bunu qarışdırıblar, qurban olum. Bu Kobra Pərviz deyil. O deyil. Bəlkə gedirsən, xəbərim yoxdur, yavru olaraq. Karovkadan zaten çıxırsan sən? Yox. Yox, onda bu deyil. Yox, çıxmır, qurban olum. Çıxmır. Uşaq vaxtı 3 dəfə atılıb, 2 dəfə tutulan bir tamaşaçımız yazır ki, Pərviz, çox sağ ol ki, Fəlakət bəyi çağırmısan. Bunun başı işləmir. Bunu heç tutmayıblar. Bunu 3 dəfə tutmayıblar, atıblar tutmayıblar, qurban olum. Elə bilir mən sənin qonağıyam. Gör sənə nə zirvə sarsılır. Əslində sən mənim qonağımsan. Yox, sən hələ o zirvəyə çatmaq üçün hələ bütün dünyanı gəzməlisən. Sən kimin qonağısan burada? Sən mənim qonağımsan. Hə, buna bax, bunu keçən oturdum, başa düşdüm sən. Əsəbləşmə, qurban olum. Tamaşaçılarımızdan biri yazır ki, Pərviz də şalvar alanda dükanın ortasında 3 dəfə oturub durur. Sən nə edirsən? Yox, səni soruşurlar. Səndə görürlər də yəqin. Deyir ki, Pərviz də. Hə, sal əli aşağı, səni soruşurlar. Pərviz də deyir də. Yəqin sən Allah sən edirsən. Mənim şalvarlarım Avropadan gəlir, ehtiyac olmur oturtmağa. Hamısı bahalı firmalardır. Sən hansı firmadır? Hamısı bahalıdır. Adın da yönüm bilənsin. Nəyin adını deyim? Firmanın birinin adını deyim. Köşəbaşı. Ay maşallah. Oradan gəlir, mənim deyimlərim oradan gəlir, qurban olarım. Tamaşaçılarımızdan biri yazır ki, Kobra Pərviz su içəndə adamı vurmur. Yox, su içəndə heç kim vurmaq olmaz. Vurmağın yox. Gözləyirəm, suyu qurtarandan sonra vururam. Tamaşaçılarımızdan biri yazır ki, Kobra Pərvizin zəhərindən dərman düzəltmək olar. Yaxşı dərmanlar olur ondan. Məndə də yaxşı iynələr olur, kuvalt iynəsi, kuvalt. Pərviz, sən açığı deyim, yaxşı oğlansan. Elə də əli sal aşağı. Yaxşı oğlan qoy üstünü təmizləyir. Bir də əlli mənə deyil. Burada palçıq düşüb. Yox, öyrəşərsən sonra. Bu nə incəllər. Buna bax, Bu nə də? Bu nə dərir? Buna bax, veriş başlayandan qaqamı çıtlayıram. Hələ dincəlmir. Deyəsən krem vurub gəlmişsən bura. Bu nə də? Nə vurmuşam? Kremləmişsən əlini zadını. Deyəsən məndə var, neysə. Yaxşı. Mən səni bu gün yenə çıtlayım səndə bax. Hələlik də sənə çikotumları verəcəm. Sən də onları çıtla da. İndi hərə nəyi bacarır onu eləməlidir. Gəti görüm, qurban olum çikotumların gəti. Amma yaxşı verişim ya, bütün ancaq hədiyyə almışam burada. Hə, belə olmalıdır. Bax bu bilsən bu çiko çox dadlıdır. Səni qara ildırım vursun. Yəni sən mənə bu hədiyyələri verməsəydin, yəni burada problem olacaqdı. Problem olacaqdı. Dəymirəm sənə. Ot aşağı. Hədiyyə görə dəymirəm. Ot aşağı. Buyur sən. Sənə deyirəm ot aşağı. Yox, böylər birinci otmalı. Böylər, qurban olum. Ot aşağı. Ay Pərviz Kobra müəllim, bu gün gəldin qonağım oldun. Üzvə deyəcəm çox peşmanam. Söhbət onda getmir. Bilmirəm niyə sən də burada çox sevirlər, qurban olum. Buyur, axırıncı sözləri idi. Dur ayağa çıxsana. Yerdə gedəcəyik. Yox, çıxarıq, problem yoxdur. Problem yoxdur. Gəldi uşaqlar. Aparacaq səni qaqa. Buyur tamaşaçılara axırıncı son sözü deyil. Sən buradan çıx, mən sonra deyim. Problem yoxdur, buyur. Ay sağ ol. Mən çıxarırsam var. Mənim yerimdə oturur. Eybi yox, hamı o zirvəni istəyir, qurban olum. Çək onu yaxından. Görüm sənin yerin nətərdir qaqa. Mən hamınızı sevirəm, bütün Azərbaycan xalqını sevirəm, öpürəm sizləri. Sağ olun. Öpürəm səni. Çox əla, super. Montaj kəsin çıxardım burasını. Əla.
Dəqiqə başı nə zəng gəlirsən? Görsən veriş aparıram. Fəlakət mənim evdən mən gözləyirlər, uşağa bez aparmalıyam. Bir saatdan bir uşağın bezini dəyişirlər deyə çatdırmalıyam. Nə olar, mən icazə verin gedin də. Hə, məni necə danışdırırsan? Sən hər dəfə deyirəm ki, slippers, uşaq bezləri istifadə elə, çox hopduran. Dəqiqə başı da dəyişmə. Başa düşdün? Əsəbləşdirsən mən fızqır bara. Bezgülü veyə mən dur. Növbəti qonağım qapıdan girəndə deyəcəksiniz ki, ay Fəli, sən nə yaxşı adamsan. Adil bəy, salam, xoş gəlmisiniz. Merhabalar, hoş bulduk. Qonağımız elə bir adamdır ki, hər dildə mahnı oxuyur ki, onu hər yerdə də başa düşsünlər. Fəlakət ilə hansı dildə danışacaqsınız? O hangi dilde istiyorsa. Bugünkü qonağımız türk olsa da Moskvada yaşayan, Rusiya toylarını partladan odur. Bratukam dersen beni çağırıyor. Gagam ben gideyim. Karaca karşılayın. Ay Adil Karaca müəllim, nasılsın, ne arıyorsun, все нормально mı? Vallahi her şey bomba. Çok hoşbakt bir insanım ki senin programına çıktım bugün. Sağ qurban olaram, gözəl insansan. Eyvallah, Belə eyvallah. bu çamurla aran nətərdir? Çamurun da bir güzelliği var ya. Hə, bu gün öyrəşəsən, qurban olaram. Səndə yüngül həyəcan tutmuşam, ala biraz Heyecan bizon mı? iç. Baba benim hayatım heyecan. Bizon beni çarpmasın Ama sana sonra. deyim ki, bu həyatın heyecanı yok. Bu hayatın heyecanı yok. Yok. Ay Adil Karaca müəllim, birinci vaprosun belədirsə. Deməli, sən bu bir dənə klip çəkmişdin, orada Zamiqi çəkdin, Ədaləti çəkdin, bir də Alişanı çəkdin. Amma mən o klipə baxdım, orada heç biri oxumur. Bu nə deməkdir? Yəni mən olan yer səhnədir, mən oxuyanda heç biriniz oxuya bilməzsiniz o mənada. Onlar öyle saygıdeğer sanatçılar ki onlar bana uğur getirdiler. Bugüne kadar birçok şarkı yaptım ama o şarkı benim en uğurlu şarkım oldu ki çünkü o insanlar o klipte oynadığı için. Benim anam göz bebeğim, benim anam cennet meleği. O kadar darıxır yüreğim inan, sensiz kimse benzetmez yerini. Öpürem senin ellerini, bir ömür solmaz çiçeğim anam. Bütün anaların ellerinden Sağ öpüyorum. Kur'an, vur ha, bu defa vur. Ha, vur gitsin bir de benim. Ya Benim için bir de vursun. Yok yok, mümkün değil. Bir defa Rica vur. ediyorum ya. Ne varsa? Ay konağım da. Vur lan. Əşi, vur bir dəfə vur. Elə mahnı oxudun ki, vurmaq lazımdır. Belə mahnı oxu demək, gözəl Eyvallah, mahnıdır. eyvallah. Maşallah. Sənin mahnın var, sağım yalan, solum yalan. O mahnına qulaq asın, bəlkə sən kuruğu dəyişəsən, qurban olur. Yani ne anlamda kurgu değişim onu Yox, söyle. sağın da yalandı, solun da yalandı. Baba ona bakarsan dünya yalan ya. Adil, mən sənin bir söz deyim, sənin xətrini çox istəyirəm. Amma Söyle, bu söyle. əllə, qolla danışmağı yığışdır. Beyin çönür məndə. Ne yapayım abi? Ben böyle robot gibi duramam ki. Yox, bəs fəlakətin qabağındasan da biraz həyəcanı yığışdır da, qurban olur. Bu hayatın heyecanı var dedin ya. Davay. İşləmir Hani o. ne oldu? Knopkaya bas belki. Yox, mümkün deyil. O bax belədir. Buna bax. Yox, əllə zatla danışmağı birinci yığışdır, qurban olur. Bu mənim verişim. Əli sal aşağı. Baba ben Adanalıyım herhalde sen Yox, unuttun. başa düşdüm, qurban olur. Sən adan alırsan, mən Qarabağlıyam. Qurban olur. Sən gələn kimi kaşınıyorsun. Mən onu tutmuşam. Bırak, Kaşındın, biz- kaşıyacaq. Sizde de var herhalde o laf. Kaşıyanı kaşıyorlar. Ay so, əl öpənlərin çox olsun. Əli sal aşağı, qurban olaram. Qızıldır bu, qurban olaram. Herhalde kızıldır. Yo, maşallah, yaxşıdır, toylar yaxşıdır. Elə bunu soruşmaq istəyirəm. Bu Moskvada yaman pul var yoxsa Türkiyədə, toylarda? Moskova. Moskva? Bence Türkiye'den sanatçılar Moskova'ya pahalı geliyor. Ona görə Moskvada yaşayırsan, köçürsən oraya. Ya benim bir geçmiş hikayem var. Aslında müziği bırakmak istemezdim. Daha doğrusu aile baskı yaptı. Çık gel Adana'ya. Ben de müziği bırakmamak için Moskova'ya gittim. Acılı bir hayat var. Sevinçli bir hayat var ama bugünlere çıktık geldik işte. Allah sonumuzu felaket eylemedi. Buradayız. Yo, yaxşı olacaq. Sən verilişə gəlmisənsə, artıq patlatmısan, qurban olam. Müsaadenle içebilir miyim? Yox, qoy yerinə, mən səninə baxıyarım, orada içərsən. Əl uzunluq elə. Sen ne diyorsan odur. Ay Adil Karaca müəllim, mən bildiyimə görə Könül Kərimova ilə duet oxumusan. Tabii ki. Aziz dostum, ablam, can ciğer. Onu bildim, onu bildim. Sən onunla duet oxumusan, sonra Cabbar Musayev səni yığıb ki, sən xeyir ola mənim duet ortağımla duet oxumusan. Sonra Namiq Qaraçuxurlu səni yığıb ki, Cabbar müəllim düz deyir də. Nəsə arazida bir mübahisə olub, olub elə şey. Benim kimseye eyvallahım yok bu hayatta. Cabbar abi benim çok saygı duyduğum bir insan. O bana öyle bir şey demez ki
Kim sana onu söyledi? Boş şey. Mən yalan danışıram. Asparagas. Nə asparagas? Asparagas. Nə mənada? Yani yalan. Hə, yalan başa haber. düşdüm, başa düşdüm. Yox, mən bunları bilməliyəm də, Adil, qurban olum. Mənə yazırlar. Ben sana her şeyi konkretli ne var onu diyorum. Sən bu Su içebilir miyim? İç sən yaxşı biraz iç, qurban olum. Ay, iç. Adil Karaca müəllim, bu gün səni istəyirəm əli dolu yola salım. Amma bunun üçün biraz əziyyət çəkməlisən. Nə yapmalıyım? Sana 1 ton giper hədiyyə eləyəcəm. Amma bir dənə rubrikan var. Gedək o rubrikada bacarsan 1 ton hədiyyəni verirəm sana. Şpaklovka malalamaq lazımdır, qurban olum. Baba ben senin için her şeyi yaparım. Sağ qurban olum. Çak, 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 çak. Getdi rubrikaya, ver Gidek rubrikanı baba, ver, gidek, ver. gidek, Rubrikanı ver. Abi hazır mısın? Abi ben hazırım da ne yapacağım? Sana 1 ton giper verəcəm. Amma indi sən bunu qazanmaq üçün bax o şpaklovkanı divara malalamalısan, hamarlamalısan. Buyur qurban olum, buyur. 1 ton da ha, 1 ton. Əla, fəlakət söz verdi. Bax bu 1 ton giperi sana hədiyyə eləyirəm. Fortis qrup, öpürəm sizi. Ay Adil Karaca müəllim, bir dənə deyim var, düz deyirlər ki, Adilə bir işarə yetər. Ne anlamda ama işaret yeter. Yox, o Arifə idi, qurban olum. Bunu dəyişik saldım. Deyəm, bugün çıxardım, qurban olum. Bunu dəyişik saldım. Reis de Erdem bir şaşırdı. Yox, olur da, mən beynimi qızdırıyorsun, ona görə şey eləyirəm. Mənim deməli bir dənə rubrikam var. Elə bir bu toylar zad azalanda, qonaqlar gəlir bu rubrikanı eləyir, qalmaqala düşür. Elə toyları artır, elə toyları artır. Hazırsansa keçək o rubrikaya. Ne anlamda ama? Deməli, sana sual verəcəm. 2 dənə də variant verəcəm. 3 saniyənin içində onun ikisindən birini seçməlisən. Yox, hayır zad olma. İkisindən biri seçilməlidir. Benim hoşuma gitmeyen bir şeyse toy moy benim için fark etmez. Yox, Eğer... sən xoşuna gedən deyəndə burada hər şey mənim xoşuma getməlidir. Yapma Mən ya. sana soru verdimsə Yapma cavabı ya. yaptım bilə. Yaparım bilirsin. Hazırsınızsa başlayaq. Söyle. Getdik, birinci sualım. Türk toyunda döyülmək yoxsa Azərbaycan toyunda söyülmək? Yo, dövülmek olsun, söyülmek olmasın. Hə, tamam, anladım. Uçaqda turbulansa düşmək yoxsa ucqar dağ yolunda palçığa batmış Nivanı itələmək? Türbülansa Amerika'ya giderken bir kere düştüm. Hayatımda öyle bir kötü anı var. Luçu öbürü var yani. Çamura düşmək. Çamura da düşeyim, her de gideyim. Maşallah elə gələndən çamura düşmüsən. Ne yapayım? Maşallah. Yasda çaşıb təbrik eləmək yoxsa toyda çaşıb axır qəminiz olsun demək? Ağır bir sual. Soruma mənim cavab vermək lazım. İkisi 3 saniyə tez qurban ol. Bunu es geç. Nə tərk etsin? İkisi de böyle şey de yani. Birini deməlisən də qurban ol, variant yox. Toyda. 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 Çiğ söhbət yoxsa çiğ köftə? Çiğ köfte kardeş. Çiğ köftə. Ay sağ qurban olaram. Burada ev zad alıb eləyibsən. Almadım ama çok isterdim burada bir evim olsun. Yox, Qaqan sana şərait yaradacaq. Deməli mənim bir sponsorum Ha, şey. var. Evinaz şirkəti. Onlar partladıblar şəhərdə. Şəhərin harasında, hansı toçkasında ev istəyirsən, onlar sana təşkil eləyir. Oradan sana 15% skitka verəcəm. Qət onu Yo, az onu 20 yap geleyim alayım. Səndə də üz gördüm abi. 20 elə onu qurban olum, ver. Eyvallah. Gör sənin nətər çox istəyirəm ha. Basen tikirlər, təmir eləyirlər. Evin az. Başarılarınız daim olsun. Her şey gönlünüzce olsun. Teşekkür ediyorum. Yenə Sağ olun. fəxri gözəl insansan. Fahrettin Bey, baba çok güzel insansın. Sağ ol, getdin, qabağa getdin, otur qurban olaram. Adil müəllim, bax bayaq sana sual verdim, səni nə ilə tanıyacaqlar Azərbaycanda? İndən belə səni fəlakətin verilişində qonaq olan Adil Karaca kimi tanıyacaqlar. Sen partlatmışsan, partlatmışsan. Valla samimi olarak söyleyeyim, sosyal şebekeden izliyorum, programlarını takip ediyorum. Şahsen programına çok böyle çıkmak istedim. Açık diyeyim, bende yalan dolan yok. Kardeş dedim, Azerbaycan'a geliyorum, programına çıkmak istiyorum. Kardeş de dedi ki kapımız sana açık. Sen abimizsən bizim. Sen Eyvallah. ne vaxt gəlsən qurban Sağ ol, olum. Gel sağ ol. qonağımız ol, narahat Çok olma. teşekkür ediyorum. Partlatmaq istəyirsənsə, dur bir dənə mahnı oxu, qoy bütün Azərbaycan səndən danışsın, qurban olum. Verin o mahnını, verin.